Salam, hər vaxtınız xeyir olsun. Biz növbəti evimizə dəvət olunduq. Evimiz bina evidir, Yasamaldadır. Burada deməli kafel vurulmuşdu buranın. Santexnik işi və kanalizasiya xətti çəkilmişdi. Prosto sadəcə olaraq istipol olmadığına görə buranı söküb təzədən istipol eləyəcəyik biz. Burada çəkilən bir dənə işə bir dənə baxın. Görün burada nə iş görürlər. Belə iş görərlər. Bu nə cür işdir, mənim başım çıxmır. Buna 1, 2, 3, 4 dənə 45 dərəcə əyri qoyublar. Bunu bilmirsiniz, işləməyin də. Ya bilmirsinizsə deyin, başa salaq, işləyin də. Belə iş olmaz axı. Bunların gördüyü işə bax bir. Buna bax. Buna bax, otaqdan da nə boyda hündürdür. Bunu yəni elə çəkə bilərdin ki, o evlərlə bərabər ola bilərdi. Burada isə burası sanitar qovşağıdır. Burada da görün necə çəkiblər buna. Bu qıraqla gəlməli idi belə. Burada tülpan olacaqdı. Bu qıraqla gəlib oradan qoşulmalı idi. Tən orta ilə veriblər. Nə bilim, çox belə dəli tərsinə iş görüblər. İndi buranı söküb biz dağıtmışıq ki, bura istipol çəkək, ki istilik olsun. İnşallah işlədikcə çəkiliş eləyib paylaşsın, baxarsınız inşallah. Ya bax, görün nə ilə işləyiblər. Ona görə də su buraxır, vurduqları paykaya bax, əyri, müyrü, hardan gəldi işləyirlər. Ona görə də belə olur da axırı. Gördüyü işə bax bir. Tən orta ilə kanalizasiya gedir, istipol çəkilir, qıraqla getməlidir. Ona görə də bax, təzədən bura növbəti istiyaşqa getməlidir altından. Hələlik bu qədər, inşallah çəkildikcə paylaşacağım, baxarsınız. Biz gördüyünüz kimi hissə çəkilir ki, videonun axıra qədər çəkmək olmur da. Bax, buranın beton qatını veririk. Bura qalın olduğuna görə buranın istipolu yox idi. İndi ona görə söküb biz bura qədər haradasa buradan 5 sant, 6 sant saxlayıb. Ondan sonra beton qatımızı veririk ki, istipolun altına hazır olsun. Orada videolarda var, etap olacaq. İnşallah axıra qədər baxarsınız, görərsiniz. Gördüyünüz kimi, bu biri buranı sökməmişik. Bura ehtiyaclı kanalizasiyadan həm də birəcə aralı çəkilməlidir ki, istilik kanalizasiyanın içinin suyunu qurutmasın. Buradan da trapdan iyi gəlir. İndi hələlik bu qədər. İndi o birisi növbəti işini görəndə onu da çəkiliş edərik. Qısa-qısa baxın axıra qədər videonu izləyin, görərsiniz inşallah. Sağ olun. Biz gördüyünüz kimi samuzelimizin beton qatını verdik, qurtardıq. Tamuje tutduğumuz elə beton qatı buranı ancaq gördü. İndi sanitar qovşağına da verəcəyik. Bura tamamlandı. Görürsünüz, zazorumuzu da saxlamışıq. İnşallah istipol çəkir. Üstündən növbəti istiyaşqan verəndə tam ölçüyə gələcəkdir. İş görüldükcə də etap-etap mən çəkiliş edib, hamısını paylaşacağım, sizlər də baxarsınız. Sağ olun. Sanitar qovşağımız da hazırdır. Beton qatını hazırlamışıq. Nənə çəkin, zəhmət olmasa. Bu bizim birinci qat betonumuz getdi. İnşallah istipol çəkiləndən sonra növbəti beton qatımız da ikinci sol yolundan gedəndən sonra onu da çəkiliş edib, qısa-qısa paylaşacağım ki, rahat görə biləsiniz. Görülən işə də inşallah komentaryalarda gözləyəcəm bəylərinizi. Çox sağ olun, Allah köməyiniz olsun.